Allah Teala Ali-İmran suresinin 103. ayəsində buyurur: وَاَعْتَسِمُوا بِحَبْلِ اللّٰهِ جَمِيعًا وَلَا تَفَرَّقُوا. Allahın ipindən hamılıqla möhkəm yapışın, firqələrə bölünməyin, ayrılmayın. Bu ayət-i şərifə açıq-aşkar bütün insanları uca Rəbbimizə istiqamətləndirir və firqələrə, məzhəblərə bölünməyin nə qədər ağır və ziyan və zərərli olduğuna bir işarət edir. Bəzən məzhəbdə olmaq, məzhəb təəssübünü çəkməklə məzhəbçi ifadəsini insanlar qarışdırır. Yəni bir məzhəbə mənsub olmaq, bir məzhəbə uyğun olaraq onun görüşlərinə, baxışlarına uyğun olaraq hərəkət etmək məzhəbçilik anlamına gəlmir.